Zamiq bəy, bir gün əvvəl bir yerdəydiniz ölümündən toyda. Çəkirsən. Nələr deyə bilərsiniz, nələr danışdı, son necə Bir xatırlayırsınız? dostumuzun toyuydu, toyu mən idarə edirdim. O da ailəsinin oradaydı, çox yaxşı vaxt geçirdi, çox əyləndi. Dediyim kimi də sanki elə bilir ki, bilmirəm də, yəni belə bilir ki, vidalaşır. Yaxşı rəqslər elədi, əhval-ruhiyyəsi çox yaxşı idi. Hətta təmas olurdu, oxuyurdu uzaqda. Və o kadr yadımdadır ki, axıra yaxın bir əli ilə uzaqdan belə bir kadr var. Sağ olun. Yəni o kadr gözümdə bağlı getmir. Hamımız belə də yəni şok içində olduq. Doğrudan da şok bir xəbər idi. O bizim əziz dostumuz idi. Çox yaxşı insan idi. Çox yaxşı musiqi dolu bir adam idi. Yəni mən onun heç vaxt kimisə xətrinə dəyməyi görmədim. Amma onu sevirdi. Yəni bu da onu gördü ki, insan nə qədər sevilirmiş. Allah rəhmət eləsin. Zamiq bəy, səhhəti ilə bağlı nəsə şikayətləri olurdumu? Nəsə dostuydunuz, eşitmişdinizmi, nasazlıq? Səhhəti ilə bağlı. Heç, əksinə özünə baxırdı. Hər dəfə mən hətta deyirdim ki, günü-gündən daha formaya minirsən də, yaxşı mənada daha formaya düşürsən, sən bunun sirrini bizə də deyə belə zarafat yana danışırdıq. Sirri yalnız deyirdi ki, idman edirəm. Hər gün də idman edirdi, özünə baxırdı, yeməyinə diqqət edirdi. Yəni bilinmir də, yəni dəhşətdir, inanılmazdır. Allah rəhmət eləsin. Başınız sağ olsun. Sağ olun.